Allahın salamı olsun hidayətə tabi olanlara. Bir açıqlama edeyim buradan. Bundan qabaqçı videoda örtünmək barədə ayə idi. Ancaq o ayənin fərqli forması demək olmaz. Görün söz tapmıram. Yəni onda cümləni çox bəzəyib düzülməyə çalışmayayım. Allahımız Nur surəsi 60-cı ayədə buyurur ki, gözəl Allahımız buyurur ki, heyzdən kəsilmiş yaşlı qadınlar hicablarını, üst örtüklərini naməhrəm yanında çıxara bilərlər. Bu günah deyildir, lakin açmasalar lap yaxşı. Və indi mənim kondisionerim yoxdur, hava da istidir. İyul ayıdır, iyulun sonu, yəni bu belə bir şeydir ki, mənim geyimim, məsəl üçün, qolum açıqdır, ancaq Allahımızın ayəsinə uyur. Mən də əvvəllər hicab bağlamışam, 50 yaşımda açdım hicabını. Niyə? Çünki Allahımız buyurur ki, yəni bu mən başa düşürəm, bayaq dediyimi Allahımız buyurur, yenə təkrarlayım, heyzdən kəsilmiş yaşlı qadınlar hicablarını aça bilərlər naməhrəm yanında. Zinətlərini göstərmədən. Ancaq ki, zinət gözü gəlimli yerlərini deməkdir. Mənə deyirlər ki, sən yaşlı deyilsən ki, niyə yaşlı deyiləm ki? Allah demir ki, ölüm yatağında olan qocalar falan. Allahımız buyurur ki, yaşlı qadınlar. Mənim dişim tökülüb, saçım ağarıb, üzüm qırışıb, yaşlıyam da, yaşlı necə olur ki? Allah hamısını buyurur. Yəni kimlərsə pis vəziyyətə qoymaq üçün nələrsə bilmədən danışırlar və bir-iki ayəni də deyim, elə bir ayəni də deyim və son qoyaq bu videoya. Allahımız Quranda buyurur ki, ya Peyğəmbər, sayır ki, filan kəsləri al, sayır, çox adamı sayır, bibin qızları, xalan qızları, dayın qızları, əmin qızları, sayır ki, bunları al və yenə də tapşırır kimləri al və buyurur ki, qalan gözəllikləri xoşuna gəlsə belə, başqa heç kimlə evlənməyə sənə icazə vermirəm, deyir, buyurur Allahımız. İndi bu nəyə görə bu ayəni xatırlatdım? Məsələn, deyirlər ki, niqab o vaxtdan var. Niqab var idisə əgər, Peyğəmbərimiz, Allahın salamı olsun, Peyğəmbərimiz necə görəcəkdir kiminsə gözəl olduğunu, yaxud çirkin insana demək olmaz. Yəni, gözəlliyi xoşuna necə gələcəkdir? Demək, üzləri açıq olub ki, gözəlliyi də xoşuna gələ bilərdi. Kim gördüyü adamlarla qarşılaşanda, yəni gözəllikləri xoşuna gələ bilərdi Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin. Bu belədir, həqiqətən də belədir. Yenə ayəni xatırladım, sonra da hələlikləşək, sağollaşaq. Allahımız buyurur ki, digər gözəllikləri xoşuna gələn qadınları bəyənsən də almağına izin verilmir. Niqab olsaydı o vaxtı, onda niqabda gəzən qadınların gözəlliyi necə görünəcəkdir? Deyirlər ki, o vaxt niqab olub, nə olub? Hər vaxt hər şey olub. Ancaq yəqin o qədər az olub ki, gözəlliyi və yaxşı qadınlar sayılanlar, gözəlliyi də olanlar Peyğəmbərimizin xoşuna gələ bilərdi, ancaq görürdü də, üzlərini görürdü də, ancaq onlarla evlənmə icazə verilməmişdi. Sağ olun, Allah'a əmanət.